Salam uşaqlar, hər vaxtınız xeyir. Ümumiləşdirici tapşırıqlarla iş dəftərimizdən davam edirik. Deyir ki, hesabla. Gəlin hesablayaq. Bilirik ki, onun kvadratı 100 edir. Qarşısında mənfi olduğuna yazacaq mənfi 100. Çıxılsın 2, vurulsun. Mənfi 3-ün kubu mötərizənin içərisində olduğuna görə, 3 də tək ədəd olduğuna görə mənfi 3-ün kubu edəcək mənfi 27. Bərabərdir. Mənfi 100 olduğu kimi qalacaq, çıxılsın. 2-ni mənfi 27-yə vurduğumuz zaman edəcək mənfi 54. Mötərizədən azad elədiyimiz zaman mənfi ilə mənfi bir-biri müsbət edəcək. 100-dən 54-ü çıxacaq. 100-ün qarşısındakı işarəni yazacaq. Bu da edəcək mənfi 46. 1 çıxılsın, 1 üstündə 40 elə 1 deməkdir. Üstə gələk, mənfi 1 üstündə 45. 45 tək ədəd olduğuna görə mənfi 1 olacaq. Yenə mötərizədən azad eləsək, misalımız bu şəkildə olacaq. 1-dən 1 çıxanda 0 eləyəcək, 0-dan da 1 çıxanda mənfi 1. Mənfi 4-ün kubu. Mənfi 4-ün kubu mənfi 64 edir. Bölək, mənfi 2 üstü 5, mənfi 2 üstü 5 mənfi 32 edir. Amma modulda. Çıxılsın 48 bölək. Mənfi 2 üstü 4, mənfi 2 üstündə 4. 4 müsbət ədəd, daha doğrusu cüt ədəd olduğuna görə cavabımız müsbət 16 alınacaq. Üstə gələk, mənfi 1-in üstü 100. 100 yenə cüt ədəd olduğuna görə cavabımız müsbət 1 olacaq. Mənfi 64-ü mənfi 32-yə böldüyümüz zaman onsuz da müsbət 2 edir. Modulda da elə müsbət 2 çıxır, çıxılsın. 48 16-ya böldüyümüz zaman 3, üstə gələk 1. 2-dən 3-ü çıxdığımız zaman mənfi 1 edir, üstə gələk 1. Biz demişik ki, 2 dənə əks ədədlərin cəmi 0-a bərabərdir. Mənfi 2 üstündə 6. Mənfi 2 üstündə 6, mənfi 64 edir. Vurulsun. 3 üstündə 4, 81 edir. Bölək. Mənfi 3-ün kubu mənfi 27 edir. Vurulsun. Mənfi 2 üstündə 4, 16 edir. Burada mənfi 16 edəcək. Çünki mötərizənin kənarında deyil, içərisindədir. Olacaq mənfi 16. Amma modulda. Üstə gələk, onun kvadratı 100 eləyir. Bu da mənfi 20. Deməli, 64, 81, 27, 16-dır. 64 ilə 16-nı ixtisar etdiyimiz zaman hər tərəf 16-ya gedəcək. Burada qalacaq 4. 81 ilə də 27, 27 ixtisar getdiyinə görə mənfi 3 qalacaq. 4-ü də mənfi 3-ə vuranda eləyəcək mənfi 12. Mənfi 12-dən də moduldan çıxacaq müsbət 12. Üstə gələk, 100-ü 20-yə böldüyümüz zaman edəcək mənfi 5. Üstə gələk, mənfi 5. Yəni 12 çıxılsın 5-ə. Bu da edəcək 7. İkinci misalımıza keçək. İkinci misalda nə deyir? Boş xanalara uyğun ədədləri yaz və misallar yazmaqla cavabı yoxla. Biz ox işarələrini izləməliyik. Mənfi 12 üstə gələk 3. Yazıb mənfi 12 üstə gələk 3. Mənfi 12-nin üstünə 3-ü gəldiyimiz zaman mənfi 9 edir. Yəni bu yuxarı hissəyə mənfi 9 yazmalıyıq. İndi deməli, buranı da bilmirik, buranı da bilmirik. Amma bilirik ki, hər nədənsə 15-i çıxdığımız zaman biz mənfi 9 alırıq. Hər nədənsə 15 çıxdığı zaman mənfi 9 alırıq. Yəni, biz bunu tapmaqdan ötürü, sanki bunu tapmaqdan ötürü tənlik kimi yazsız ala bilərsiniz. Necə? Buranı biz bilmirik də. Yəni, x çıxılsın 15 bərabərdir mənfi 9-a. Buradan x-i taparam da. Mənfi 9-un üstünə 15 gələrəm. X də bərabər elər 6-ya. Deməli, mən 6-dan 15-i çıxdığım zaman mənfi 9-u alıram. İndi, mənfi 12 üstə gələk hər nəsə almışam ki, cavab 6-dır. Bunu da tapmaq üçün necə yazaram? Yazaram ki, mənfi 12 üstə gələk x bərabərdir 6-ya. Tənlik qrup yazmaqla daha rahat olur. Buradan x-i taparıq. 6 çıxılsın mənfi 12. Bu da eləyər 6 üstə gələk 12. Yəni x bərabərdir 18-ə. Kənarda da yazsaz ki, mənfi 12 üstə gələk 18 bərabərdir 6 edəcək. Bu şəkildə.
Sonra baxaq. Burada mənfi vurulsun mənfi 4-dür, cavab 36 alıb. Biz nəyi mənfi 4-ə vursaq cavab müsbət 36 alarıq? Əlbəttə ki, mənfi 9-u. Mənfi 9-u mənfi 4-ə vuranda müsbət 36 alınacaq. Mənfi 9 çıxılsın mənfi 3-ə. Yəni mənfi 9 üstə gələk 3, bu edəcək 6. 6-nı nəyə vurub sonra 36 alıb? Burada mənfi 6 eləyir. Aha. Mənfi 6-nı nəyə vurub 36? Mənfi 6-nı mənfi 6-ya vuranda elə 36 alaram. Burada isə oxun işarəsi fərqlidir. Yəni hansı ədədi 7-yə, mənfi 7-yə bölüb cavabda mənfi 7 alıb. 49-u əlbəttə ki, mənfi 7-yə böləndə mənfi 7 alacaq. İndi baxırıq ki, biz hansı ədədi 3-ə böləndə 49 alarıq? Onu tapmaqdan ötürü nə edərəm? 49-u 3-ə vuraram da eləyər 147. Deməli 147 ədədini 3-ə böləndə 49 edir. İndi yenə burada 147-ni nəyə bölüb mənfi 7 alıb? Onu tapmaq üçün 147-ni mən bölərəm mənfi 7-yə. Bu da edər mənfi 21. Bu hissəmiz də bu şəkildə tamamlanır. Sehirli kvadratda yazılan ədədlərin sətr və sütun üzrə hasilləri bərabərdir. Boş xanalara uyğun ədədləri tapın. A variantının cavabını tapmalıyıq. 3-ü mənfi 36-ya vururuq. Sonra da aldığımız cavabı mənfi 2-yə vurduğumuz zaman müsbət 216 edir. Yəni bizim cavabımız sətirlə, sütunla hər tərəfdən getdiyimiz zaman 216-nı almalıdır. Burada məsələn bizə qiymətlər verilən qiymətlərdən yola çıxmalıyıq da. Buranı mənfi 2 verib, buranı mənfi 9 verib. Mənfi 2-ni mənfi 9-a vuranda müsbət 18 eləyir. İndi mən tapmalıyam ki, 18-i nəyə vuranda 216 eləyir? Onu da tapmaqdan ötürü həmən bu 216-nı 18-ə bölməliyəm. Tapmalıyam ki, deməli 12-yə vuranda 216 edir. Sonra, indi baxırıq ki, burada mənfi 18 var, 12 var. Mənfi 18-i biz 12-yə vuranda dedik ki, nə eləyir? 216 eləyir. Yəni, mənfi 216 eləyir. İndi mən mənfi 216-nı neçəyə vurmalıyam ki, müsbət 216 alım? Əlbəttə ki, mənfi 1-ə vurmalıyam. İndi baxaq burada. Mənfi 36-nı mənfi 1-ə vurduğumuz zaman edəcək elə müsbət 36. Müsbət 36-nı da mən 6-ya vurduğum zaman 216-nı alaram. Sonra mənfi 9-u 6-ya vurduğumuz zaman 54 edəcək. 54-ü də biz mənfi 4-ə, mənfi 54-ü də mənfi 4-ə vuranda 216-nı almış olacaq. B variantına baxaq. B variantının cavabı görək nə olmalıdır? Mənfi 100-ü ona vurduğum zaman mənfi 1000 edir. Mənfi 1000-i mənfi 1-ə vuranda müsbət 1000 edir. Yəni, bütün cavablarımı bir-birinə vuranda müsbət 1000-i almalıyam. 2-ni mənfi 25-ə vurduğum zaman mənfi 50 edir. Mən mənfi 50-ni neçəyə vuraram ki, 1000 alaram? Əlbəttə ki, mənfi 20-yə vurmaqla. Mənfi 20-ni mənfi 1-ə vuranda müsbət 20 eləyir. Müsbət 20-ni mən neçəyə vurmalıyam? 1000 olsun. Əlbəttə ki, 50-yə vurmalıyam. Mənfi 25-i ona vurduğum zaman deməli edəcək mənfi 250. Mənfi 250-ni də mən 4-ə vurduğum zaman 1000 alaram. Buradan da 2-ni mənfi 100-ə vuranda mənfi 200. Bunu da mənfi 5-ə vuraram ki, müsbət 1000-i ala bilim. Verilən ədədlərdən istifadə etməklə suala cavab ver, misallar yazmaqda cavabı da. Deyək ki, hansı iki ədədin hasili ən kiçikdir? Burada yəni götürüb bir-bir hamısını vuraraq da yaza bilərsiniz ki, hansı ən kiçikdir. Amma baxırıq ki, biz məsələn bu onu 3-ə vursuz 30 eləyəcək. Hansı iki ədədin hasili deyir də, fərqi yoxdur. Hansı istəyirsiniz götürə bilərsiniz. Onu 70 olacaq. Amma ən böyüyü mənfi 20 vurulsun 70 bərabərdir mənfi 40-a. Yəni, ən kiçik hasil mənfi 40-dır. Hansı iki ədədin hasili deyir ki, ən böyükdür. Ən böyük olması üçün mənfi 10-u vurmalıyıq mənfi 20-yə. Bu da eləyəcək 200. Hansı iki ədədin cəminin kvadratı ən kiçikdir? Mənfi 3 üstə gələk 5 neçə eləyir? 2. 2-nin də kvadratı edir 4. Hansı 3 ədədin hasili ən böyükdür? Yəni, hamısını vurub kənarda baxaraq yazmaq olar. Bu da 1400 edər.
5-ci tapşırıq. Tənlikləri deyir həll edin. Toplanan, cəm. Məlum olmayan toplanan tapmaq üçün cəmdən məlum olan toplananı çıxmalıyam. 21-dən 5-i çıxdığım zaman 16 edər. Vuruq, hasil. Məlum olmayan vuruğu tapmaq üçün hasili məlum olan vuruğa bölməliyəm. Bu da edər -8. Yenə vuruq hasildir. Məlum olmayan vuruğum x-4-dür. 0 bölərəm 2-yə 0. x-4 bərabərdir 0. X də bərabərdir. Yenə azalan çıxılan fərqdir. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı əlavə etməliyəm. X də bərabər olar 4-ə. 2 vurulsun, n vurulsun, -3-dür. 2-ni m-ə vuranda 2m eləyir. 2m-i də -3-ə vuranda -6m edir. -6m bərabərdir 36-ya. M bərabərdir -36 bölünsün -6-ya. M də bərabərdir -6-ya. Burada sanki biz hər zaman nə demişik? Burada xəyalən 1 var. Siz bunu çarpaz vuraraq da həll eləyə bilərsiniz. Yəni 3 vurulsun, b-1, 1-ə vurduğum zaman eyni cavab alınacaq. 48-i də 1-ə vuranda 48 eləyəcək. b-1 bərabərdir 48 bölünsün 3. b-1 bərabərdir 48 3-ə böləndə 16. b də bərabərdir 16 üstə gələk 1. O da bərabərdir 17-yə. Və sonuncusu yenə xəyalən 1 götürürük. -y çıxılsın 2 bərabərdir 9 3-üm 27. -y bərabərdir 27 üstə gələk 2. -y bərabərdir 29-a. Hər tərəfində 1-ə, daha doğrusu 1-ə vurduğumuz zaman, -1-ə vurduğumuz zaman bu olacaq. Y bərabərdir -29-a. Bu şəkildə cavabımız alınacaq. Boş xanalara elə rəqəmlər yaz ki, doğru bərabərlik alınsın. Yəni 3 çıxılsın 15. Bu digər misalda da vardı. Artıq orada belə sağ olsun yorumlar hissəsində yazmışdılar. Mən də daha aydın başa düşmüşdüm. Yəni siz mənə kömək olmuşdunuz. Deməli 3-dən 15-ə çıxdığım zaman -12 edər. Burada yazarıq məsələn 7 çıxılsın. 7 çıxılsın yazmayaq. Yazaq 7, 93 yazaq. 7 üstə gələk 93 olacaq. Böləyəcək 100. Bu şəkildə. Sonra mənfi C-də yazaq. -5 çıxılsın 97. Bunları toplayıb mənfi almalıyıq. Eləyəcək -102. Burada yazarıq 100 çıxılsın -8. Yəni 100-dən də 8-ə çıxdığımız zaman müsbət olaraq moduldan çıxanda bu edər 92. 7-ci deyir ki, cədvəli tamamla. Bizə x-in qiymətləri müəyyən hissəsini verir. Aşağıda deyir ki, -36 bölünsün x-ə. Bunu yenə adi tənlik kimi həll eləyərək yaza bilərik. Bu nə deməkdir? Məsələn, -36-nı x-ə böldüyüm zaman -1 alıram. Mən o -36-nı nəyə böldüyüm zaman məsələn -1 alıram. Bunu tənlik kimi necə yazaram? -36 bölünsün x bərabərdir -1-ə. Mən həmən bu x-i buradan tapdığım zaman x bərabərdir -36 bölək -1-ə. X də bərabərdir -36-ya. Yəni burada olacaq -36. Sonra x-ə -3 verib -36 bölək -3-ə. Bu edəcək 12. -36 bölək x, yəni 1. -36-nı 1-ə böldüyüm zaman ilə -36 edəcək. İndi yenə -36 bölünsün x bərabərdir 18. X-i buradan nətər taparam? -36-nı 18-ə bölərək. X də bərabərdir -18-dirsə -2. Digəri də eyni qayda ilə. Y-ə verir -7. Y-in yerinə gətirib yazırıq. -7 üstə gələk 3 bölək 2-yə. -7-nin üstünə 3-ü gəldiyimiz zaman deməli, -4, -4-ü 2-yə böləndə -2. Yəni, burada olacaq -2. Sonra yenə y üstə gələk 3 bölək 2 bərabərdir -5-ə. Y üstə gələk 3 bərabərdir -5 vurulsun 2-yə. Y üstə gələk 3 bərabərdir -10. Y də buradan bərabərdir -13-ə. Dedir -13. Sonra y-in yerinə 9 yazanda -9-un üstünə 3 gələndə -9 üstə 3 6 eləyəcək. 6-nı da 2-yə böldüyüm zaman -3 edəcək. -6 eləyirdi. 0-a bərabər yazıb misalımızı yenə həll edək.
0 y üstə gələ 3 bərabər 0 vurulsun 2. 0 y də bərabərdir -3-ə. Bu şəkildə yazılır. Ədədi özünə vurduqda deyir, həmişə müsbət ədəd alınır. Baxaq. Ədədi özünə vurduqda həmişə müsbət ədəd alınır. Bu bəzən doğru ola bilər də, hər zaman yəni doğru deyil. Məsələn, 0-ı 0-a vuranda 0 alınır. 0-a biz müsbət ədəd deyə bilmirik, axı müsbət deyil. Nə müsbət deyil, nə mənfidir, 0 0-dır. B variantı. İki mənfi ədədin hasili onların cəmindən həmişə böyükdür. Məsələn, deyək ki, -7 vurulsun -6. -7-ni -6-ya vuranda 42 eləyir də, bilirik. İndi deyək ki, bunların cəmi -7 üstə gələk -6. Yəni -7 çıxılsın 6 neçə eləyir? -13 eləyir. Deyək ki, iki mənfi ədədin hasili onların cəmindən həmişə böyükdür. Bəli, 42 -13-dən böyükdür. Çünki 2 dənə mənfi ədədi bir-birinə vuranda onsuz da həmişə müsbət alırsınız. Bu bəzən olur da, yəni hər zaman doğru deyil, səhv qoyaq. C variantında -3 ədədinin 4-cü qüvvəti. -3 ədədinin 4-cü qüvvəti 81 edir. -3 ədədinin 5-ci qüvvətindən, -3 ədədinin 5-ci qüvvəti də deməli -243 edir. Qüvvətindən kiçikdir. 81 böyükdür -243-dən. Kiçik deyil. Bu səhvdir. Və sonuncusu D variantı. Deyir ki, -1 ədədinin istənilən qüvvətinin modulu eyni ədədə bərabərdir. Eyni ədədə. Çünki -1-in istənilən qüvvətinin modulu elə moduldursa, elə müsbət 1-dir də. Yəni ədədin özüdür. Bu da doğrudur. 9-cu misal. 9-cu misalda nə deyir? Deyir ki, x kiçikdir 0 olduqda hansı doğru? X kiçikdir 0 olduğu nə deməkdir? Yəni burada x mənfidir. Çünki mənfi 0-dan kiçik olur da. Müsbət olsa mümkün deyil axı. X mənfidir. Bizdə x mənfidirsə x kvadratımız müsbət olacaq. Burada yazıb ki, 0-ın yanında yazıb x-i. Xeyr, belə olmaz. Çünki 0-ın sağında mənfi ola bilməz. 0-ın solunda mənfi ola bilər. Bu səhvdir. Sonra yenə 0-ın sağında x yazıb. X demişik axı biz mənfidir. Bu da ola bilməz. Bu olar. Çünki 0-ın solunda x-dir. X mənfidir. 0-ın sağında x kvadratıdır, müsbətdir. Yəni bu ifadə ola bilər. 10-cu tapşırıq. Deməli, ədəd oxundakı nöqtələri qeyd eləməliyik, sonra tapmalıyıq. Buradan yazaq A variantında. A-da A-nın ədədi qiyməti, baxırıq, bura 0-dır. 0 -1, -2, -3, -4. A -4-dür. B-yə baxırıq, hamısı bir vahid artıb azalıb. B 1-dir. C-də 3, 4, 5-dir. İndi gətirək yerinə yazaq burada. A-nın kvadratı, -4-ün kvadratı üstə gələk 1 vurulsun 5-ə. -4-ün kvadratı eləyəcək 16. 16-nın da üstünə 5 gələndə eləyəcək 21. İndi B bəndinə keçək. M-in qiyməti -9-dur. K-nın qiyməti -1-dir. N-in də qiyməti 4-dür. Yenə saysaz bir vahid artıb. 1, 2, 3, 4, 5. -1, -2, -3, -4, -5, -6, -7, -8, -9. Yenə gətirək yerinə yazaq. M nədir? -9. Vurulsun. K üstü 21. Yəni -1 üstü 21. Bölünsün 4-ə. -9 olduğu kimi qalacaq. -1 üstü 21 ilə -1 eləyəcək. Bölünsün 4-ə. O da bərabərdir. -9-u -1-ə vurduğumuz zaman demək, müsbət 9 edəcək. 9-u da 4-ə böldüyümüz zaman edəcək 2,25. Və sonunculara doğru gəlirik. 11-də deyir ki, verilən məlumat əsasən cədvəli tamamla və boş xanalara uyğun mənfi ədədləri yaz. Gəl indi baxaq görək nə deyir. Deyir ki, Sakit Okeanın ən dərin yeri dəniz səviyyəsindən 11.034 metr dərinlikdədir. Yazıb onsuz da -11.000
11.034. Buranı yazdım. Bu şəkildədir. Yəni burada Sakit okeandır. Sonra deyir ki, Hind okeanının ən dərin yeri isə bundan 3846 metr yuxarıda yerləşir. Bundan, yəni bu Sakit okeanına, yəni 11034-ün üstünə 3846 gəlməliyəm. Yuxarıda yerləşir. Deyir axı yuxarıda yerləşir. Bunu da topladığımız zaman, yəni böyükdən kiçik çıxıb böyük işarəsini yazanda 7188 metr edir. Bunu da tapdıq ki 7188 metrdir. Bu Hind okeanıdır. Elə burada yazaq. Sonra deyir ki, Atlantik okeanının ən dərin yerini göstərən ədəd Sakit və Hind okeanlarının ən dərin yerlərini göstərən ədədlərinin cəminin yarısından 507 vahid böyükdür. Yəni mənfi 11034 üstə gəlməliyik mənfi 7188 deyir. Bunların cəminin, hələ görək cəmi neçə eləyir? Eləyir 18222 mənfi. Cəminin yarısından. Yarısı nə deməkdir? 18222 bölünsün 2-yə. Bunu da böldüyümüz zaman edir mənfi 9111. Yarısından 507 vahid böyük. 507 vahid böyük nə deməkdir? Yəni üstə gələk 507. Bunu da topladığımızda mənfi 8604 edir. Bu dedi mənfi 8604. Deməli bura mənfi 8604-dür. Burada 7188 metrdir. Bu şəkildə yazılır. Avropa standartlarına əsasən qidaların dondurulma temperaturu ən böyük 2 rəqəmli mənfi tam ədədin 2 mislindən 2 vahid çoxdur. Birinci bura fokuslanaq. Görək nə deyir? Ən böyük 2 rəqəmli mənfi tam ədədimiz hansıdır? Əlbəttə ki, mənfi 10-dur. Mənfi tam ədədini 2 mislindən deyir ki, 2 vahid çoxdur. 2 misli nə elədi? Mənfi 20 elədi. Mənfi 20-dən 2 vahid çox hansı ədəddir? Mənfi 18-dir. Deməli, Avropa standart qida dondurma temperaturu hansı temperatur qəbul edilib? Mənfi 18 dərəcə temperatur təyin edilib. Bunu tapdıq biz. İkincidə deyir ki, soyuducunun göstərilən temperaturu. Burada temperatur göstərilir, mənfi 15-dir. Soyuducunun göstərdiyi mənfi 15-dir. Bura yazın, mənfi 15. Bu ox mənfi 15-i göstərir. Standart qida dondurma temperaturundan çox, yoxsa azdır. Çıxarıq mənfi 18-i, baxarıq ki, mənfi 15 üstə gələk 18 bərabərdir 3 Selsi dərəcə az soyudur. Yəni, soyuducu 3 Selsi dərəcə daha istidir. Standartdan 3 Selsi dərəcə daha az soyudur bu şəkildə. Və sonuncu 13. 13-ün izahı genişdir, ona görə çalışaq vərəq üzərində izah eləyək. Burada nə deyir? Diaqramda 22-sindən 27 yanvar tarixlərində Bakıda havanın temperaturu haqqında məlumat verilib. Yəni, heç buradan suallara baxmaq, buranı qeyd eləyək. Bax, 22 yanvar yazır. Bunları buradan yazın, aydın görünsün. 22 yanvar, 23 yanvar, 24, 25, 27-yə qədərdir. 26, bu da 27. Yazdıq. Gəlin indi buradakı temperaturları tapaq. 22 yanvarda 0-dır. 0 Selsidir. Selsi ilə deyirəm, olsun 0. Havanın temperaturu 0 dərəcədir. Sonra 23-də mənfi 2-dir. İndi sizdə kitab olduğuna görə daha aydın görə bilərsiniz oradan. 23, 22, sonra 23. 24-də mənfi 1-dir. 25-də mənfi 3-dür, 26-da da mənfi 3-dür, 27-də müsbət 3-dür. İndi deyir ki, 6 gün ərzində Bakıda ən aşağı temperatur nə qədər olub? Əlbəttə ki, ən aşağı temperatur mənfi 3 olub. Bunu tapdıq. Sonra deyir ki, 28 yanvarda Bakıda ən aşağı temperaturu da əlavə etdikdə orta temperatur dəyişməzsə, həmin gün Bakıda temperatur nə qədər olub? Aha, indi burada biz birinci nə eləməliyik? Deməli, biz 6 günün cəmini tapmalıyıq. 6 günün cəmi. Yəni, 6 günün hamısını toplamalıyıq.
üstə gələk mənfi 1, üstə gələk mənfi 3, üstə gələk mənfi 3, üstə gələk 3. İndi bunu bir-bir sırayla toplamırıq. En azından bura qədər ümumiləşdirici tapşırıqlara qədər gəlmişiksə, biz toplama ilə çıxmanı bilirik də, yəqin ki, tam ədədlərdə. Elədi mənfi 6. Sonra deyir ki, orta temperatur dəyişməzsə, həmin gün Bakıda temperatur nə qədər olar? Orta temperaturu necə tapırıq? Sanki orta temperaturu ədədi orta kimi tapırıq. Ədədi orta nə deməkdir? Ədədlərinin sayına bölmək deməkdir topladığımız cavabı. Orta temperatur. Yəni mənfi 6-nı mən bölməliyəm. 1, 2, 3, 4, 5, 6. 6 dənə ədədim var da ona. Bu eləyər mənfi 1. Bunu da tapdım. Əgər orta temperatur, yenə təkrar edirəm, dəyişməzsə, həmin gün deyir Bakıda temperatur nə qədər olar? Yəni 28 yanvarda nə qədər olar? Elə mənfi 1 olar. İndi göstərəcəm niyə? Çünki mən əgər həmən bu mənfi 6-nın üzərinə bir dənə də mənfi 1 gəlsən, bax, mənfi 6 üstə gələk mənfi 1. Neçə eləyəcək? Mənfi 6 çıxılsın 1 eləyəcək. Bu eləyəcək mənfi 7. Mən yenə bunun ədəd ortasını tapsam, neynəməliyəm? Yenə 7-yə bölməliyəm də. Axı, artıq bir dənəsi də əlavə olunur. Axı, məsələn, bura mənfi 1. Olacaq, bu da yenə mənfi 1. Eyni cavabı aldığımı, deməli, orta temperatur dəyişmirsə, 28 yanvar temperaturuna da orta temperatura bərabər olmalıdır. Yəni, mənfi 1 olmalıdır. Ədədi ortanı da tapanda yenə mənfi 1 alırıq. Yəni, misal üzərində də göstərdim ki, daha aydın başa düşəsiz. Deməli, 28 yanvarda da mənfi 1 olmalıdır. Bu tapşırığımız da burada yekunlaşdı. Bundan sonra artıq yeni bölməmizə başlayacaq. İnşallah kanalımıza dəstək olmağı unutmayın.